Telefona gələn mesaj ailədə qan saldı. Qısqanclıq zəminində baş verən hadisədə ər arvadını doğrayıb. Qəddarlıqla törədilən hadisə Bərdədə baş verib. Rayonun Cəfər Cabbarlı küçəsində yerləşən evlərdən birində baş verən ailə münaqişəsində ər arvadının biləklərini kəsib. 31 yaşlı rayon sakini Eldar Həsənov, həyat yoldaşı 31 yaşlı Hüsniyə Həsənov arasında mobil telefona gələn mesaja görə mübahisə yaranıb. Davaya çönən mübahisə zamanı özünə hakim ola bilməyən Eldar həyat yoldaşını yerə yıxıb və bıçaqla onun biləklərini kəsib. Qadının biləklərini kəsəndən sonra isə özünə xəsarət yetirib. Ər və arvad Bərdə rayon mərkəzi xəstəxanasına gətirilib. Həkimlər Hüsniyə Həsənovanı dərhal əməliyyat ediblər. Eldar Həsənova isə tibbi yardım göstərilib. Hüsniyə Həsənovanın qardaşı bildirib ki, baş verən hadisə bir neçə ay əvvəl Hüsniyənin telefonuna gələn mesajla bağlı olub. Oturub bacımın sinəsinin üstünə rezaq deyirlər. Bilmirəm, mətbəx bıçağı olub, ya aboy bıçağı olub, rezaqla. Oturub sinəsinin üstünə, qan biləklərini doğrayıbdır. Biləklərini doğrayıb, vəziyyətdə ki, çox pis gündədir. Hal-hazırda içəridə yatır. 3 ay, 4 ay bundan qabaq mesaj yazıbdır, zəng eləyibdir. Bu da ki, bacım da qorxusundan bunu yoldaşına deməyibdir. Yoldaşım onun telefonuna üstündən bir 4-5 gün keçəndən sonra baxanda görür ki, burada mesaj var. Bacım mesajı pozmuyor. Sadəcə olaraq qorxusundan deyə bilməyib. Zəng var. Məsələ nədir? Bəs filan kəs filan işlərin yerdən mənə zəng olunur, mesaj olunur. Niyə mənə deməmsən? Bu da deyib, qorxmuşam. Yumruqla, böyrəyinə, sifətinə pis gündə gətdi, yıxdı, vurdu. Bacım da anlaman elə ki, heç nə yox. Sadəcə olaraq mənə zəng gəlib. Mesaj gəlib, mən ona cavab yazmamışam. Sadəcə olaraq qorxumdan deməmişəm. Belə ki, 2 az yaşlı uşağı olan qadın qorxub və həyat yoldaşına mesaj barədə heç nə deməyib. Bu hal sonra yenə təkrarlanıb və nəhayət Eldar Həsənov telefona gələn mesajlardan birini görüb. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır. Şəmsdən Fikrətli, Şamxal Cəlloğlu, Dünya TV.